Hər birinizi salamlayıram. Mən Diana. Bugün sizinlə qərarsızlığın səbəbini və həll yolunu öyrənəcəyik. Bilirəm ki, istər gündəlik həyatda, istərsə də iş həyatında bir çox insan qərarsızlıqla üzləşir. Yaxşı, bəs nəyə görə biz davamlı qərarsız qalırıq və sanki bizim üçün çox çətin bir şey olur seçim eləmək? İndi sadəcə olaraq bunu xatırlamağınızı istəyirəm. Bizə uşaqlıqda davamlı soruşurdular ki, ananı daha çox istəyirsən yoxsa atanı? Hansı valideynini seçirsən? Uşaqlıqda təbii ki, bu sualı eşitdiyimiz zaman qərarsızlıq yaşayırıq. Bilmirik ki, necə bir seçim eləməliyik. Atanı seçək, yoxsa ananı seçək? Bir çox hallarda biz bu seçimi eləyərkən həm də özümüzü günahkar hiss eləyirik. İndi isə artıq bunu həll eləməyin zamanıdır. Qərarsız qaldığınız istənilən bir anda bu praktikanı asanlıqla eləyə bilərsiniz. Bir neçə dəfə dərindən nəfəs alıb verdikdən sonra sadəcə olaraq səsli şəkildə bu cümlələri təkrarlayacaqsınız. Mən hal-hazırda ona görə qərarsız qalmışam ki, indiyə qədər seçim eləyə bilməmişəm. Anamı seçim, yoxsa atamı seçim? Uşaqlıqda bu seçim həm də məni günahkar hiss elətdirmişdi. Amma artıq mən böyümüşəm, yetişkinəm. Mən artıq anlayıram ki, rahatlıqla həm anamı seçə bilərəm, həm də atamı seçə bilərəm. Hər iki valideynimi eyni anda da seçə bilərəm. Bu seçim mənim üçün azaddır. Mənə olar. Buna görə özümü günahlandırmağıma, günahkar hiss eləməyimə ehtiyac yoxdur. Bu təhlükəsizdir. Buna görə də seçim eləmək artıq mənim üçün çətin bir şey deyil. Mənə olar. Praktikamızı artıq bitirdik və bunu artıq özümüzə proqramlayandan sonra tam anlayırıq ki, seçimlər eləmək əslində həqiqətən də çətin bir şey deyil. Bizə olar. Qərarsızlıq yaşayan tanıdıqlarınız varsa, bu praktikanı onlara da göndərməyi unutmayın. Uğurlar arzulayıram hər birinizə.